Səs eşidirik. Nə səsdir? Təbii ki, gitar səs. Bunu tapmaq elə də çox çətin deyil. İndi belə bir sual. Sadə səs eşidərik. Bu gitarın neçə simi var? Və ya hansısa sim kökdən çıxıbmı? Bunu təyin eləmək olarmı? Amma sadəcə səsinə qulaq asarıq. İndi deyəcəksən ki, müəllim, bu mənim nəyimə lazımdır? Mən musiqimə qulaq asıb keçərəm. Mən də elə düşünürəm. Amma sualı bir cür dəyişək. Təsəvvür edin ki, Allah eləməsin, başımızda bir problem var və həkimə etmişik. Başımızın içində nə olduğunu bilmək istəyirik, amma başımızın kəsilməsini istəmirik. Yəni, toxunmadan, əl vurmadan, kəsmədən, doğramadan onun içində nələr baş verir? Problem nədir? Problemi yaradan nədir? Bunu bilmək istəyirik. Gitarın siminin necə olması maraqlı olmaya bilər, amma artıq bu bizim üçün maraqlıdır. Və bunun bizim mövzumuza nə dəxli var? Təbii ki, yenə də riyaziyyat. Bunu kim araşdırdı? Eşitmişik Pifagor teoremi, Newton düsturu, Arximed prinsipi və təbii ki, burada Azərbaycanlılar da öz sözünü deyib. Bildiyiniz kimi, dünyanın hər yerində, çox yerdə 40 yaşda, bu yaş etibarı professor olmaq mümkündür, amma 28 yaşında professorluq adını alan Mir Abbas Qasımov potensialı deyilən bir anlayış artıq onun adıyla adlandırılır. Gəlin görək kimdir Mir Abbas Qasımov. Mir Abbas Qasımov 1939-cu il iyulun 11-də Şamaxı rayonunun Nərimanabad kəndində anadan olub, elmi təhsilini Lomonosov adına Moskva Dövlət Universitetində başa vurub. Deməli, Bakı Dövlət Universitetində kafedra müdiri, rektor, dekan kimi fəaliyyət göstərib, yəni 90-92-ci illərdə rektor olaraq da fəaliyyət göstərib. Deməli, ən çox spektral nəzəriyyələr, tərs məsələ ki, bizim də haqqında danışdığımız məsələ budur və Sturm-Liouville operatorları, diferensial operatorlar haqqında deməli, elmi araşdırmalar edib. Onun bəzi nəticələri dünya elmi ədəbiyyatına Qasımov potensialı adı ilə daxil edilib. Bir çox riyaziyyatçının getdiyi istiqamət belədir ki, bizim qarşımızda bir neçə səbəb var, biz ondan bir nəticə alırıq. Amma Mir Abbas Qasımovun maraqlandığı məsələ tərs məsələ idi. Yəni, bunlar tərsin. Məsələn, tutaq ki, saatın səsi gəlir, tik-tak, tik-tak, tik-tak səsləri. Biz bu səsdən saatın öndə və ya geridə olduğunu, həmçinin ola bilsin ki, içində hansısa detal xarabdır, bunu anlamağa çalışırıq. Və yaxud da suyun üzərinə daş atmışıq, daşın hara düşdüyünü görmürük, lakin dalğalara baxırıq. Dalğalar necə gəlir, yavaş-yavaş mı, sürətli mi? Onların sürətinə baxıb, onların sayının azlığına, çoxluğuna baxıb, aradakı fərqə baxıb, daşın hara düşdüyünü təyin eləməyə çalışırıq. Elə MRT cihazlarında məntiqi budur, siqnallar göndərilir. Bu siqnallara baxarkən beynin şəkli çəkilir və belə deyək, burada harda problem ola biləcəyi dəqiqləşdirilir. Götürüb deyəndə ki, bütün MRT cihazlarının və ya digər tibbi görüntüləmə cihazlarının hamısının yaradıcısıdır demək təbii ki, biraz da doğru olmazdır. Amma Mir Abbas Qasımovun belə deyək, etdiyi çalışmalar burada əvəzsiz yer tutur. Yəni, bunu çıxartdıqda artıq hər hansı problemlərlə rastlaşırıq və ya indiki yüksək inkişaf edilmiş yerdə gedib çıxa bilmirik. Yəni, bu cihazların tədqiqində, yaradılmasında, inkişafında onun gördüyü işləri saymaq mümkün deyil. Belə yüksək nəticənin, yüksək zəkanın təbii ki, bir qarşılığı var. 28 yaşında elmlər doktor adını alıb, 29 yaşında isə professor adını alıb. 6 sentyabr 2008-ci ildə öz doğulduğu kəndinə, Nərimanabad kəndi, indiki adı ilə Qobustanda, öz vəsiyyəti ilə valideynlərinin məzarı yaxınlığında da dəfn edilib. Belə 28 yaşında elmlər doktoru, 29 yaşında professor, Azərbaycanlı riyaziyyatçı. Ümidvaram ki, bu video sizin üçün maraqlı oldu. Mənimsə bir ilə olar. Qismət olsa görüşək. Sağ olun.